Bomba Kids'in baş sponsorluğuyla Azərbaycan İstedad Festivalı başladı. This is Africa. Samina mina, waka waka, Samina mina, sangalewa. This time for Africa. Salam əziz tamaşaçılar. Hər vaxtınız xeyir olsun həmvətənlər. Biz yenə sizin görüşünüzə gəldik. Azərbaycan İstedad Festivalı efirdədir. Vamos por todo. People are raising their expectations. Go and feed them. This is your moment. Solar, Elşad əmini səhnəyə dəvət edər. You pave the way, believe it. If you get down, get up. Oh, oh. When you get down, get up. Samina mina, sangalewa. This time for Africa. Samina mina, waka waka, Samina mina. Elşad əmi, Elşad. Samina mina, sangalewa. This time for Africa. Uşaqlar, maşallah. Yıxılarsınız. Görəm maşallah. Buna bax, köynəyimi cırdılar. Cırdılar köynəyimi. Buna bax, cırdılar köynəyimi. Buna bax, müğənni Nəfəs mənə hədiyyə eləmişdi bu köynəyi. Cırdılar köynəyi. Bax, müğənni Nəfəs mənə ad günümdə hədiyyə eləmişdi. Hə, uşaqlar, başladıq, nə başladıq? Şənbə günü artıq bilirsiniz ki 18 iştirakçı ilə davam edirik, get-gedə azalırıq. Artıq bir neçə həftələrdən sonra 10 nəfəri, 150 nəfərlə başlamışdıq, 10 nəfəri finalda görəcəksiniz. Təbii ki, bizim baş sponsorumuz, dəyərli baş sponsorumuzdan hədiyyələr də olacaq və birinci yer bilirsiniz ki, Hilal bunu hamıdan yaxşı bilir, Qızılı Tac. İkinci yer bizim, bəli, ikinci yer bizim dəyərli dostumuz, sayılıb seçilən turizm şirkəti olan Legal Turizm şirkəti tərəfindən Gürcüstanın Tbilisi şəhərinə, ikinci yerin sahibinə 4 günlük istirahət, bəli, Ayxan artıq bilir. Və bütün uşaqlara diplomlar veriləcək, hədiyyələr veriləcək. Bu gündə maraqlı bir çıxışlar olacaq və bu gündə dünən cümə günü 6 nəfərdən 3 nəfər tərk elədi, 3 nəfər qaldı və bu gün isə 6 yox, bu gün 4 nəfər dueldə olacaq, 4 nəfərdən 2 nəfəri qalıb, 2 nəfər gedəcək. 4 nəfərdən 2 nəfəri qalıb, 2 nəfəri gedəcək, amma növbəti həftələrdə ola bilsin ki, bir final yarışma oldu dueldə. 2 nəfər duelə düşdü. Əsl vaxt duel oldu. 2 nəfər duel. Aha. Ayxan Babazadə. Gəl yanıma. Ayxan Babazadə çox istedadlıdır, dueldədir. Onun bacısı da bu yarışmadadır. Liliya Babazadə dueldədir. Keçən həftədə dueldə idilər, qalib kimi çıxdılar. Bu həftədə inşallah uğur sizinlə olsun. Sən burada hamını yola salıb axırda qalib olacaqsan. Üçüncü dueldə olan iştirakçımız Ayan Dimən də olum dueldə. Cəmaat dueldən qaç, Ayan Dimən də olum dueldə. İbadət Şirinli, gəl yanıma. İbadət Şirinli də dueldədir və dördüncü iştirakçımız Amalya Məlikova. Amalya Məlikova dueldədir. Amalya Məlikova da dueldədir. 4 iştirakçı dueldədir və 4 iştirakçıdan bugün hər birinin adını, soyadını ekranda göstərin.
Bugün 4 iştirakçıdan 2 nəfər tərk eləyəcək, 2 nəfər növbəti mərhələyə keçəcək. Növbəti həftədə isə ola bilsin 2 nəfər olsun dueldə. Ən qorxulusu odur. Məsəl üçün, Səma ilə Xədicə Cabbarova duelə düşüb. Məsəl üçün deyirəm, görün necə orada rəqabət gedə bilər. Və yaxud da Nilay ilə Əsra düşüb duelə. Görün orada necə ola bilər. Və yaxud da Amir tərk eləsə də, və yaxud da Adəm dəb yarışmasının iştirakçısıdır. Təsəvvür Adəmlə Alisa duetə düşüb. Adəm maşallah 170 kilo, Alisa 17 kilo. Bu duel necə ola bilər? Siz fikirləşin bir dənə. Benim bacım 15 kilodur. Siz zarafat edirsiniz, amma bunlar bu dəqiqə buna bax. Buna bax. Saatda 140 ilə döyünür ürəyi. Bu uşaqlara uğurlar arzu edirik. Əyləşin. 4 nəfər dueldədir. Ekranda göstərin zəhmət olmasa. Səs vermə aktivdir. Ayxan Babazadə, Liliya Babazadə, İbadət Şirinli və Amalya Məlikova. Amalya Məlikova 4 nəfər dueldədir, 2 nəfər tərk edəcək və günün liderləri Nərgiz. Sən də qızıl yetdilikdəsən, təbrik edirəm Nərgiz. Günün lideri Nilay Səbrəliyeva. Gəl Nilay, bilə-bilə çıxırsan 7-ci mərtəbəyə ki, mən səni belə əl verim düşürdüm. Nilay Səbrəliyevanı dən alqışlayaq. Nilay Səbrəliyeva günün... Hə, Nilay. Ay Nilay. Nilay, sənin yerində əyləşib sənə sual verəcəm. Nilay, bu gün də günün lideri oldun. Nilay, ola bilərmi ki, uşaqlar Nilay ilə layihənin sonuna qədər elə burada əyləşsin? Ola bilər. Bir dəqiqə, tam bir. Ola bilər deyənlər əl çalsın. Ola bilməz deyənlər əl çalsın. Aha, yarı-yarıya. Deməli, ola bilməz deyənlər kimlərdir? Nilayın rəqibləri Əsra Zahidova, Xədicə Cabbarova, üzünü nə qədər də olsa gizlətsə Səma Qasımzadə və Liliya Babazadə. Liliyanın mənə nəyə xoşuma gəlir? Tam səmimi deyəcəm. Liliya bu yarışmanın yeganə, Nərgiz xanım icazə versəydiniz biz də oturardıq burada. Liliya Babazadəni mən niyə görə çox istəyirəm? Hamını çox istəyirəm buradakı uşaqların. Amma Liliya Babazadə bu yarışmada tanıdığım yeganə insandır ki, onun üçün fərqi yoxdur. Dueldə 10 dəqiqə qalıb verilişin bitməyinə, onun xalı ən aşağı yerdədir. Yenə də deyir ki, Elşad müəllim, mən çıxacam o dueldən. Bu insanın o mübarizliyi var ha. Deyir, mən bu layihədə axıra qədər gedəcəm. Hər dəfə duelə düşür, deyir, Elşad müəllim, narahat olmayın. Bu dueldən də mən qalib kimi çıxacam. İndi yenə də yaxınlaşdı mənə deyir ki, Elşad müəllim, mənim ürəyim bumbuzdur. Rahat çıxacam mən dueldən. Ona görə Liliyanı alqışlayıram mən. Bu sənətdə, nəinki bu sənətdə uşaqlar, hər bir işdə çalışın, axıra qədər mübarizə aparın, öz işinizi sevin, öz sənətinizi sevin. Liliya sona qədər mübarizə apardığına görə, mənim də özüm öz xarakterimə elə olduğuna görə, ona görə Liliyanı daha çox o xarakterinə görə çox istəyirəm. Hə, Ayanla da Ayxan Babazadə 10 qramlıq şarı bölüşdürə bilmirlər. Legal turizmi alqışlayaq. İndi Nilay ürəyində deyir ki, imkan verin mahnımı oxuyayım. Mahnı oxumur. Rəqs eləyəcəksən. Rəqs eləyəcək Nilay Səbrəliyeva. La famille S, bitch, I like this. Smoke cannabis, Benzo mode S. More love her, Chichi or bang. Ay, a ella le gusta este o este. Échale saliva, se fue. Este o este. Échale saliva, se fue. Yo le pregunto cuál tú quieres, este o este. De
Deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe, o Guga vai analisar. Deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe que o Livinho vai te olhar. Pode sentar. Pode sentar. Pode sentar. Bravo! Nilay və Əsra Zahidova. Nilay, bir yerdə məşq eləmir, hazırlamışdınız bu rəqsi. Hə, Nilay, görsən, oxuyuram da rəqs edib, fikir verirsiniz, fərqlilik olsun, Yusuf. Görsən? Yusuf'a bax. Nilay, təbrik edirəm. Təbrik edirəm və... Bax, bu... Design by Mary səsini Design by Mary. Design by Mary'dən o hədiyəni sənə verirəm. Əyləş, tacı da ver ona. Və ikinci, üçüncü yerdə elə buradadır. Dəb yarışmasının iştirakçısı. Baxımsana. Top boş dəb yarışmasının iştirakçısı. Adəm bizimlə bərabərdir. Adəm, gəl yanıma, gəl yanıma. Gəl bu tərəfdən gəl, bu tərəfdən gəl. Ömər, bir dənə icazə ver. Aha, maşallah. Adəm də mənim kimi yeyib içən deyə. Hə, Adəm, xoş gəlmişsən. Yaxşı. Necəsən? Yaxşı. Adəm çox şirin, şəkər balamızdır. Belə dur, qoy hamı səni görsün. Dəb yarışmasında ikinci yer tutmuşdu Adəm. Bax, o qədər uşaq arasında, 120 uşaq arasında ikinci yer tutmuşdu. Best model olmuşdu, hə, Elal? Best model, hə? Prince olmuşdu, hə, Prince olmuşdu dəb yarışmasının. Adam, neçə yaşın var? 6. 6 yaşı var. Məktəbə gedirsən? Hə. Birinci sinifə? Ya 2 nömrəliyə. 2 nömrəliyə gedir. Birinci sinifə gedirsən orada? Ya 2. İkinci sinifə gedir, hə? Yəni, yeganə uşaqdır ki, Adəm 2 yaşından məktəbə gedir. İndi hal-hazırda 4-cü sinifdə oxuyur. Nə qəşəng maykan var, ay Adəm. Adəm, gör nə deyirəm? Adəm bizim qarşıdan gələn inşallah yeni bir filmimiz var. Turpun Nağılı. Turpun Nağılı filmində Adəm də rol alıb, orada bizimlə bərabər filmdə iştirak edəcək. Hə, Adəm? Hə. Orada baba ilə nənənin nəvəsini oynayacaq. Hə. Canım, başıma dönərəm. Hə, bir dənə musiqi sədaları altında Adəm balamızın həmin o dəb yarışmasında necə gedirdin, ha, orada özünü göstərirdin. Burada da bir dənə musiqi sədaları altında özünü göstər, qoy hamı səni görsün. Yaxşı. Adəm, sən niyə robot kimi getdin? Adəm əyləşir orada. Hazır ol, birazdan suallarım olacaq. Uşaqlar, ikinci, üçüncü yerdə təqdim edirəm. Birbaşa bu bakizdən sual verəcəm. Qəşən. İkinci yer, günün ikincisi. Günün ikincisi. Bəli, Yusif Şengil. Yarışmanın ən şirin iştirakçılarından, ən gözəl, yaraşıqlı, karizmatik iştirakçılarından biri. Özə bunu qoyanda, bu tacı daha yaraşıqlı olursan. Dayanım, baxım. Yaxından çəkin bir dənə. Gəl yaxın. Musiqi sədaları altında Yusif Hüseynlini bax burada biz görəcəyik. Alqışlayaq Yusifi.
Yusuf, bir dənə musiqi. Çox xahiş edirəm, bir dənə. Yusuf, musiqisiz, musiqi ilə bunu götürün, manitçilik törədir. Musiqisiz bir dənə o yeriməyim var ya sənin xüsusi, mən ona, Ayxanla biz ona azarkeşlik edirik. Bir dənə, ver musiqini. Asla. Yusuf Hüseynli. Bəli, Yusuf Hüseynli. Ən çox da səs göndərən kimlərdir Yusuf sənə? Ata. Ana. Ən çox ananı çoxsan atanı? Atamı. Atanı? Hə, bu həftə deyəsən səni ikinci edib, deyəsən ata, hə? Gələn həftə burada oturanda deyəsən ananı çox istəyirəm. Ya burada oturanda deyəcək. Bir də sual verirəm, ata yoxsa ana? Ata. Olmadı da. Bir də sual verirəm. İkisində. Yusuf Hüseynli, atanı çox istəyir yoxsa ananı? Anamı. Alqışlar Yusufu. Məncə oğul uşaqları ən çox ananı çox istəyir. Qız uşaqları da atanı çox istəyirlər. Hilal deyir, yox. Hilal deyir, nə atanı, nə ananı. Eşad əmi, sizi çox istəyirəm deyir. Aysu İsrafilovanı ürəkdən alqışlayırıq. O dəqiqə, gec-gedə uşaqların sayı azaldıqca artıq rəqabət başlayıb. O dəqiqə bilinir ki, bax, saf deyir. O dəqiqə bilinir, Ömər Qənizadə. Kimi deyirsən alqışlayır, kimə deyirsən ürək sözünü deyir. Nə danışırsan, üçüncü olub, bax, orada bəziləri. Az çalma, az əl çalma. O dəqiqə, o arxa sırada elə bir qruplaşma gedir. O arxa sırada əyləşənlər var, o Səmadır. O Xədicədir, o Əsradır, onların ən əsas başçıları Gülnaz Nəbili. Bax, bu dörd qız, ən çox fəal olan, buranı idarə eləyən. Kiminsə səsi çıxanda, otur yerə, sənin çıxmasın. O da, Səma Qasımzadənin səsi buradan çıxanda, Əhmədidə mənə zəng vurub deyirlər ki, verilir çəkirsən yenə. Ayaqlarını yuyursan, Amir. Aysu üzürlü sayı, mən danışanda biraz sənədən... Sən nə edirsən? Qızın sirrini niyə açırsan, Hilalın sirrini açırsan? Sırrı deyil, amma Hilal'da demədim. Hilal, yaxşı da biz bilirik ki, sən nə atanı çox istəyirsən, nə ananı. Həmişə demirsən ki, mən böyük qardaşımı çox istəyirəm. Aysu İsrafilova. Sənə dəstək olub 3-cü yerdə, bax, bu kresloda əyləşdirən kimlər oldu? Atam. Elə bildim danışmırsan, ağız tərəfdən. Bir anlıq elə gəldi mənə. Belə danışdı, dedim səs aradan gələcək. Ya Allah, qabalı bək tuta, birdən itər. Atam və anam və qardaşlarıma minnətdaram ki, mənim liderlik kreslosunda ələşdirdiyi üçün. Bəli, ata, ana, qardaş, bacı, baldız, kürəkən və hər bir insana, xahiş edirəm, nənə deyəndə bu yarışmada ən çox iki iştirakçının nənəsi, mən bilirəm ki, 3. Onlar bir dənə danışım. 3 iştirakçının nənəsi daha çox nəvələrin üzərində əsirlər və hər şey eləyərlər. Alisadır, Ömərdir, Əsradır, bir də mənim nənəm yoxdur. Aysu, təbrik edirik. Gəl, çıxış eləyəcəkdin sən? Model kimi. Aysu İsrafilova bugün model kimi və onun arxasınca Ayan gedəcək model kimi, arxasınca Ayxan Adgözəlov. Axırda əl çalacaqsınız. Ən gözəl model kimi kim görsəndi burada? Baxın, diqqətlə. Birinci Aysu, sonra Ayxan, sonra Nilay və dördüncü də mənim ən sevdiyim rəqəm 4'dür. Gəl yanıma Alisa, dördüncü də Alisa. 4 nəfər. Sırayla düzülün. Ən axırda Ayxan, ikinci Alisa dursun. Hilal, sən də üçüncü. Ver musiqini mənim balam. Sakin.
Mən alqışların səsindən biləcəm ki, daha çox kimi bəyəndiniz. Tam səmimi. Tam səmimi. Aysu'ya əl salamlar. Normal. Hilala əl salamlar. Bir dəqiqə. Sən abına bax, heç. Gəl bura. Kişi xeylağıdır, balaca uşağı verir qabağa. Saxla. Ayxana əl salamlar. Alisa yazın. Mənim qulağıma daha çox partlayan Ayxan oldu. Ayxan? Ha? Pumba Kids'i alqışlayaq. Mənim adımdan müraciət edən və elə bil dondurma deyə gönüz götürürlər. Kağızdır. Yalnız kağızdır və orada endirimdir. Endirimdir. Bəli, endirimdir. Bununla yaxınlaşmaqla hər bir məhsula sizə endirim olunacaq. Bu olmasa endirim olunmayacaq. Və sual. Uşaqlara da ver. Sualımız nədir? Tam sakit. Uşaqlar, kim bilirsə əl qaldırsın. Ayxan, yaxınlaş. Bax, yenə də deyirəm, kimsə qışqırmasın. Sualın cavabını bilən əl qaldırsın sadəcə. Bilmirsə, yalandan deməsin heç nə. Deyən. Aha, baş sponsorumuz Pumba Kids 2008-ci ildən fəaliyyət göstərir. 2 filialı var. Neftçilər metrosunun yanı, Xəzər dairəsinin yanı. 2008-dən fəaliyyət göstərən Pumba Kids'in bütün məhsulları çox keyfiyyətlidir. Türkiyə və Polşadır və ikinci filialı tam sakitlər sualı bilmirsiniz. Hə, deyə bilərsiniz ki, Xəzər dairəsinin yanı mənə lazım deyil. Neçənci ildən fəaliyyət göstərmək də lazım deyil. İkinci filialı Xəzər dairəsinin yanında olan ikinci filial neçə ildir ki, fəaliyyət göstərir? Yaxınlar. Səs çıxarsın deyə bilmirəm. Ha. 3 il. 3 il. Niyə almışlanmırsınız? 3 il, düz tapdı. 3 ildir Pumba Kids'in ikinci filialı. 3 il. Yo. 3 il. Sakin. Niyə gəldiniz bura? Kim çağırdı sizi gələsiz bura? Hədiyyə verilməyəcək Əsraya bu uşaqlara görə. Zarafat edin. Ayda nə bahalı hədiyyə. Alqışlayaq Əsranı. Bu hədiyyə Əsranındır. Əsra, gəl açaq baxa görək nədir. Tam sakit. Ver mən açım. Sənin əlin əzilər. Əlin əzilər mənim balam. Baxın qızım, baxın. Təxmin eləyək, şu demək, təxmin eləyək. Yox. Mən baxım sonra da təxmin edin. Mən baxım, niyə əyləşmirsiniz ki? Təxmin eləyək. Oyuncaq. Deyəm, ay bala, bir dəqiqə sor. Təxmin eləyək. Oyuncaq. Təxmin. Oyuncaq. Ay, nə qəşəngdir. Əsra, elə sənə oxşayır. Sonda dueldə olanlar Lilya,
Bir nəfər gəlməyib. 4 nəfər dueldədir. Ekranda adlarını verin. Amalya Məlikova burada yoxdur. Çox təəssüf. Dueldədir. İbadət dueldədir. Ayxan dueldədir. Lilya dueldədir. Xədicə Cabbarova, Səma Qasımzadə, Əsra Zahidova və Ayan Bayramzadə. Sonda siz bu 3 uşağa səs verəcəksiniz. 1, 3, 5. Nilay, Yusif, Aysu 20, 30, 40, Nilay 50 hətta. Amma əvvəlcə Əsra Zahidovanı dəvət eləyək yanımıza. Qızıl yetdilikdədir. Gəl Əsra. Ha? Əsra'nın fanatları, Əsra'nın fanatları artıq buradadırlar, əyləşiblər. Əsra'nın konsertinə gəlmişik. Və Əsra'nın doğrudan da o ifası ki var, Şabrandakı dayım. Şabrandakı dayım da, mən nə deyirəm? Mən Şabrandakı dayım. Əsra Rihan'la repertuarından bir dənə mahnı oxudur, Şabrandakı dayım. Elə iddə mahnının adı. Şabrandakı dayım, jürəsi var, diyor. Azıqayır mısın bəlkəməsin diyorsun? Aha, indi nə oxuyacaq? İndi nə oxuyacaq? Əsra Zahid o indi nə oxuyacaq? Sən orada suya körlük vermə ya, iç. Artıq 7-ci litrdir. Hə, bu gün nə olacaq? Şabrandakı yox, Xaçmazdakı dayım. Bu gün nə olacaq? Çalış balası, yes. Super Əsra. Aha. Rəqsi. Talış balası, bütün canımız onasını salamlayırıq və Ayxan bugün dueldədir. Bütün canublardan səs gözləyir. Gəlsin Talış balası. Aslara, masallı, Lənkəran, yardımlı, elerik, Talış balası. Talışların mərd ürəyi, kəsmə edəndir köməyi. Talışların mərd ürəyi, kəsmə edəndir köməyi. Sizə qurban mənim ürəyim, sizə qurban mənim ürəyim. Talış balası, Talış balası, Talış balası, Astara balası. Deseler cennettir hara, Meriç masallı yazlara. Deseler cennettir hara, Meriç masallı yazlara. Canım verer Lənkəran, canım verer Lənkəran. Talış balası, Talış balası, Talış balası, masallı balası. Yaxşılara gərəklidir, dosta çevirməz küreyi. Yaxşılara gərəklidir, dosta çevirməz küreyi. Bravo! Əsra Zahidova. Əsra Zahidova, Şabrandakı dayımın. Əsra sən ürəksən, ürək. Səma Qasımzadə gəlir, çünki üzümə baxdı, dimniyə mən yox. Səma, hardan giyinmişsən, Pumbakitsdən? Maşallah, çox gözəl giyinmişsən. Çox gözəl giyinmişsən. İnşallah gələn həftə geyimləriniz Pumbakitsdən olacaq, ha? Hə, mütləq şəkildə Pumbakitsdən. Əlbəttə ki, qızım. Hə, mütləq. 1 iyun necə keçdi Pumbakitsdə? Topları saxlamışsınız da? Təbii ki. Oynayırsınız top? Mən Əsra gələ bilməmişdi, Xədicə gələ bilməmişdi. Çoxsu gələ bilməmişdi, hə. Aha, Səma Qasımzadə bugün ifa edəcək, hə? Bəli. Nə mahnısı Səma? Ay ömrüm. Ay ömrüm mahnısını ifa edəcək Səma Qasımzadə. Ay ömrüm, nə desən eylərəm. Sənə bir şey olsa, axı mən neylərəm. Ay ömrüm, nə desən eylərəm. Sənə bir şey olsa, axı mən neylərəm.
Qasımzadə, Səma Qasımzadə, ay ömrüm, sənə bir şey olsa neyniyərəm? Bəli, Ayan Bayramzadə, sən də çıxış edəcəksən, Qızıl Yeddilikdəsən və Səma, təbrik edirəm səni. Çox sağ ol. Bu gündə Qızıl Yeddilikdəsən və inşallah sən burada da əyləşmirsən, bizim liderlik kürsüsündə əyləşmirsən. Təbrik edirəm. İnşallah gələn həftə yeni çıxışlarla səni gözləyir. Növbəti mərhələdə olan iştirakçılardan biri də sənsən. Əyləş zəhmət olmasa. Dueldə olan iştirakçılarımız ekranda zəhmət olmasa göstərin. 4 iştirakçıdan sonra 2 iştirakçı tərk eləyəcək, 2 iştirakçı növbəti mərhələyə keçəcək. Ayxan Babazadə, Liliya Babazadə, Amalya Məlikova və İbadət Şirinli. İndi mən istəyərdim ki, Ayxan Babazadəni dəvət edeyim yanıma, dueldə olan iştirakçımızdır. Ayxan Babazadə indi rəqs eləyəcək. İnanıram ki, bu rəqsindən sonra səslərdə dəyişiklik yəqin ki olar. Çünki Ayxan çox istedadlıdır və bazısı Liliya Babazadə də onunla bərabər hal-hazırda dueldədir. Bilmək olmaz, ola bilər bacı-qardaş elə qalib kimi çıxsınlar. Ola bilər Amalya və İbadət qalib kimi çıxsın, bunlar məğlub olsunlar və yaxud da biri çıxsın qalib kimi. Hər şey ola bilər, vaxtımıza var, amma elə də çox deyil. Ona görə ehtiyatlı olmaq lazımdır. Gəlsin Ayxan Babazadənin rəqsi. Ayxan Babazadə. Ayxan, ver mikrofonu zəhmət olmasa, Ayxan. Götür mikrofonu. Kimdən səs gözləyə bilirsən? Hal-hazırda dueldəsən. Ən çox kimdən? Bəlkə də ekranda bu dəqiqə hal-hazırda, indi səs faizlərini mən bilmirəm nə dərəcədədir. 4 iştirakçı dueldədir. Sən, Liliya Babazadə, İbadət Şirinli və Amalya Məlikova. 4 iştirakçıdan 2 iştirakçı tərk edəcək. Bəlkə də sənin müraciətin bu səs verməni dəyişə bilər. Kimə müraciət edir Ayxan Babazadə? Talışlara, cənub zonasına, bir də bütün zonalara. Hamıya. Hamıdan, bütün cənublardan, cəm Azərbaycandan, bütün regionlarımızdan hər bir insandan səs gözləyir Ayxan Babazadə. Ayxan adaşı da onu dəstəkləyir, Hilal da dəstəkləyir. Ayxan, uğurlar, sonda bilmək olmaz nə olacaq, sonda liderlər də səs verəcək və Qızıl Yeddilikdə olanlar da əyləş və mən Liliya Babazadəni dəvət eləmək istəyirəm. Liliya Babazadə. Liliya, dueldəsən. Yenə çıxacam. Nə fərqisi var? Aha, nə? Mən çıxacam, nə fərqisi olsa mən öyrənməyim bu safon.
saxlamışam. Aha, mən ürəyimi buz kimi saxlamışam. Nə olur olsun çıxacam. Aha, indi nə çıxış eləyəcək? Rəqslə sizlərin qarşısında Lidia Babazadə çıxış edir. Alqışlayın. Multibrand mağaza En güzel ayakkabılar. 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü bayramıdır. Sizin hamınızı təbrik edirəm. Bu gün sizin gününüzdür. Mən bilirəm ki, sizin valideynləriniz və sizin üzərinizdə əsirlər, hər birini salamlayıram, Allah can sağlığı versin. Və bilirəm ki, burada uşaqların əksəriyyəti pumba pitisi sevirlər və pumba pitisindən giyinirlər. Mən bunu verilişində dəfələrlə vurguladım, çünki valideynlərin özü mənə dedilər ki, bizim neçə ildir artıq uşaqların geyimləri pumba pitislərdir, mən heç bilmirdim. Bir 70-80%, elə deyil, Ayxan bala oradan giyinir. Mən bütün geyimləri pumba pitislərdir. Fərid xəbərim yox idi. Fərid neçə ildir mənim layihələrimdə iştirak edir. Fərid hardandır geyimi? Pumba Kids. Niyə? Səbəb nədir? Uşaqlar pumba kitsi çox sevirlər. Səbəb Polşa və Türkiyə istehsalıdır, keyfiyyətlidir, münasib qiymətlərədir
Və Pumba Kids'in doğrudan da baxın, bax geyimləri, bax doğuşdan, yeni doğulan körpələrdən tutmuş 16 yaşına kimi uşaqların geyimləri var burada. Ortopedik ayaqqabılar var burada. Neçənci ildən fəaliyyət göstərir Pumba Kids? 2008! Neçə filial var? 2! Birinci filial hardadır? İkinci filial hardadır? Qaçın ürəyiniz istəyən geyimləri, ayaqqabıları seçin. Getdi. 1, 2, 1. Burada nə gözəl oğlan geyimləri var. Baxın, nə gözəl geyimlər var burada. Nə hədiyyəsi bu? Pumba taksi. Əvvəl Pumba istəyir, deyir Pumba taksi. Ayfanın 27 yaşı var, məsəl üçün balıqla maşınlar seçir. Xoşuna gəlir, sağ olsun. Köynək. Biz milli dildə danışırıq, köynək. Təbrik edirəm, görürsünüz də bura, yəni dünyanın 100 ölkəsindən gəlirlər bura, baxın. Baxın, Bəhreyindən gəlib Pumba Kids'ə, gəlib övladı üçün buradan köynək almağa, şalvar almağa, ayaqqabı almağa iştirak edən bizim layihəmizdə uşaqların hər biri səhnə görünüşü çox gözəldir, istedadlıdırlar. Ona görə də gözəl görünüşlü uşaqların, istedadlı uşaqların yanında kim oldu bizim baş sponsorumuz? Eşitmədim. Doğrudan da sizlər bu yaşında fəxr eləməlisiniz ki, bu ölkənin vətəndaşısınız. Bu ölkədə yaşadığınıza görə, bu ölkədə böyüyüb boya başa çatdığınıza görə və gələcəkdə siz hərəniz bir peşə sahibi olacaqsınız. Siz Azərbaycanın gələcəksiniz. Yəni buradakı uşaqların hər biri gələcəkdə bilmək olmaz. Biri həkim ola bilər, bəli, biri incəsənət nümayəndəsi ola bilər. Biri bəli, dövlət işində işləyə bilər, biri və yaxud da hansısa bir peşənin sahibi ola bilər. Bəli. Mikrofonu verirsiniz, zəhmət olmasa, görək əsla. Verəcəm qızım, verəcəm. Yaxşı ki, siz bu istedad festivalı açdınız. Siz nə idi, bunu açdınız, biz öz istedadımızı göstəririk. Böyüyəndə biz müğənni olacağıq, toyalara gedib mahnı oxuyacağıq. İnşallah. Eşədəmi? Eşədəmi? O bilmir, fikir vermir. Eşədəmi? Sizcə buradakı uşaqlara hansı bir şey yaraşır? Səni bir dənə yağ, tava atırsan, orada pişirirsən, o qədər şirinsən, Gülnasər, o qədər şirinsən. Sən böyük aktrisa ol, sən bütün filmlərdə kinolar çəkiləcəksən, sən elə səhnədəki şirinliyin hər şeyə bəsdir. Ümumiyyətcə, bu istedad festival yarışmasında uşaqlar, siz fikirləşməyin, siz neçə yüz uşaqdan seçilən uşaqlar oldunuz. 120 uşaq, 500-600 nəfərin içindən seçildi və sona qalan sizlərsiniz. Uşaqların hər biri tərk edən uşaqlar da həm səhnəyə yaraşırlar, həm qabiliyyətli qanacaqlıdırlar, həm şirindilər, həm istedadlıdırlar. Ona görə də Eşədəmi də sizi çox istəyir. Sağ olun. Eşədəmi? Hələ fikirli deyil. Eşədəmi? Öpürəm Ayxan səni, görsən? Ayxan gördünüz necə çıxış elədi? Yox, Ayxan dedi ki, bir dənə Eşədəmiyə görə. Eşədəmi? Buyur qızım, buyur. Aha. Bütün bu uşaqların kimə, nəyə yaraşdırarsınız? Ne demək istəyirəm? Yox, nəyə yaraşdırarsınız? Hə, onu bas sonda bir baxa-baxa sizə deyəcəm. Yaxşı. Buradakı əyləşən uşaqları hansı peşə sahibi istəyərdim olsun?
Emək parfümə dərin minnətdarlığımı bildirirəm. Hacı Murad qardaşıma sonsuz minnətdarlığımı bildirirəm. Bizim doğrudan da bu yaxınlarda layihəni təşkil etməyinə baxmayaraq mənim dostum Fərid Babayev burada iştirakçı olub. Bu yaxınlarda mənə bir video atdı, mən də Emək parfümə göndərdim. Evdə mənim verdiyim hədiyyəni, Emək parfümü reklam eləmişdi, çox da maraqlı alınmışdı. İndi bu dəfə istəyirəm evdə Alisa Orucova bunu reklam eləsin, o videonu mənə atsın. Yaxşı, Alisa? Emək parfümü reklam eləsin. İstəyərdim bizim toppuş balamız Gülnaz Nəbili reklam eləsin. Emək parfümü. Sonra Xədicə Cabbarova var burada, çox istedadlı iştirakçımız. Və sakit. Ayxan sonuncu bir sual verəcək sizə. Emək parfümü haqqında kim düzgün tapsa, ona bu emək parfümü hədiyyə verəcək. Bir dənə ürəyim var, o da düşəcək. Hə, emək parfümün neçə filialı var? Dərs oynayırıq burada. Yox. Mən burada deyəndə siz niyə diqqətli deyilsiniz? Aha, Bakıda var. Sonra? Səma düzdür, Sumqayıt və Xaçmaz. Sumqayıt və Xaçmaz. Sumqayıt və Xaçmaz. Və burada mən neçə vaxt deyirəm, Sumqayıt, Bakı, Xaçmaz. Sən Xaçmazda qala. Qaraqarayevdə də var. Eşədən Qaraqarayevdə. Bu hələ indi ayılıb. Bedi Qaraqarayevdə də var. Hə, Emək parfümü 7 filialı var. 7 filialı var Emək parfümün. Bu yaxınlarda 8-ci filialı oldu. Ətir deyəndə nə yada düşür? Gözəl xanım ətirlər deyəndə. Gözəl kişi ətirlər deyəndə. Baxın, bu Gülnazındır. Bu Gülnazındır, Gülnaz Nəbilinin. Eyni dad verir. Dad yeyirlər. Yeyirmiş. Gör nə gözəl ətir ivarı, gör nə gözəl. Lilya Babazadə, Əhəd Mirzəyev, Ayan Bayramzadə, Nərgiz, İbadət. Gələn həftə sizin hər birinizə Emək parfümündən hədiyyə. Aysuya da, Yusifə də, Nilay sizlərə də hər birinizə ətir gətirəcəm. Yaxşı? Hər birinizə hədiyyələr olacaq. İbadət şirinini alqışlayaq. İbadət şirinli, dağlar oğlu dağlar. Sən səhifədə TikTokda paylaşmışam. Pislə baxış gəlməyib, yaxşıdır. Dağlar oğlu dağlar. Aha, indi nə oxuyacaqsan? Dağlar oğlu dağlar. Yenə. Gəlsin dağlar oğlu dağlar, İbadət şirinlidə. Və tək Ayxan burada rəqs edəcək bu mahnıya. Sən burada durursan. Gəl bura Ayxan. İkiniz də dueldəsiz. Sən rəqs elə, bu oxusun. Bir də gördün elə rəqs eləyir, yola saldı. Ya da bu oxuyor ki, səni yola saldı. Bilmək olmaz. Ya da ikiniz də qaldınız. Liliyə getdi. Amal yerinə. Hər şey ola bilər. Dağ kimi qüvvətli, qollara qüvvətli, hörmətli, izzətli, eşqə sədaqətli, igidli, çox mərdli, dağlar oğlu dağlar, dağlar oğlu dağlar, dağlar oğlu dağlar,
İbadət Şirinli Dağlar oğlu dağlar dedi. Görək indi ekran qarşısında əyləşən insanlardan ibadətin səsinə səs verənlər nə qədər olacaq? İbadət Şirinli, Ayxan Babazadə, gəlməyin, Liliya Babazadə və Amalia Məlikova dueldədirlər. Sonda 2 nəfər gedəcək, Amir, 2 nəfər qalacaq. Amma hələ kimin çıxışı qalıb? Hələ qalıb Xədicə və Ayam. Xədicə gəl, sonra Ayam Bayramzadə. Xədicənin ifasından sonra ekran qarşısında əyləşənlər Pumba Kids haqqında xüsusi endirimləri nəzərinizə çatdıracağım və legal turizm şirkəti haqqında çox möhtəşəm məlumatlar verəcəm və legal turizm şirkətinin bir çox özəlliklərini vurğulayacağım. Gözünüz ekranda olsun. Xədicənin ifasından sonra inşallah danışacağım. Bizim bayrağımız bizim qürur mənbəyimiz. Bizim bayrağımız bizim canımızdır. Bizim ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır. O yüreği, o nefesi diyarım. Ocağına can kurban Azerbaycan. Əzizsən də əyilməyən vüqarımsan. Bıçağına canım kurban Azerbaycan. Savaşlardan artıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan. Torpağına canın qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır. Hər dost elə xoş niyyətin işıq satır. Hər millətə, hər məzhəbə istiyatsız. Qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında. Neçə ölkə uda bağır ocağından. Azadlığın al rəmzi var bayrağında. Bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan. Bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan. Torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başın üstə məğrur məğrur dalğalanan. Bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan. Torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan. Torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Bravo! Xədicə Cabbarova. Və bu istedad layihəsi çərçivəsində doğrudan da uşaqların hər biri dövlətinə aid mahnılar da ifa elədi. Ölkəsini sevən hər biri uşaqlardır burada əyləşəndə, hər biri istedadlıdırlar. Ayxan, sənə də minnətdarlığımı bildirirəm. Doğrudan sağ olsun. Ayxan da sağ olsun. Ayxan doğrudan da. O kimdir o elə gülən? Və Xədicə görmədi də o anları. Yazıq mən. Xədicə görmədi. Xədicə,
Təbrik edirəm. Təbrik edirəm. Xədicə Qızılpillədəsən, 7-likdəsən və sonuncu ifa olacaq Ayan Bayramzadədən. Ayan Bayramzadədən rəqs olacaq, hə? Və Ayan, sən danışmalısan bugün, litsey və minnətdarlıq bilməlisən. Xədicə, hazırlaş, turpunun nağıl çəkilişləri başlayır. Yaxşı, hazırlaşmışam. Mütləq şəkildə təbrik edirəm. Növbəti mərhələdə olan iştirakçılardan birisən. Pumba Kids ürəkdən alqışlayın. Verilişimizin baş sponsoru Pumba Kids 2008-ci ildən fəaliyyət göstərən Pumba Kids sözün əsl mənasında 2 filialı ilə uşaqların diqqət mərkəzindədir və Pumba Kids Avropanın, Türkiyə və Polşanın istehsalı olan geyimlər və oyuncaqlarla hər bir uşağın sevimli məkanına çevrilib. 3 ildən artıqdır ki, fəaliyyət göstərir 2-ci filialı və 2008-ci ildən fəaliyyət göstərir 1-ci filialı. Doğrudan da orada olan məhsullar həm maraqlıdır, həm keyfiyyətlidir və rəng çeşidi çoxdur. Və 1 iyun uşaqlar orada doğrudan da əyləndilər, hədiyyələr aldılar və hər biri xoş gün keçirdilər. Bizim dəyərli Pumba Kids mağazalar şəbəkəsi baş sponsorumuz və hər zamanda burada bu maraqlı qutudan olan hədiyyələri qazanırlar. Bu gün də Əsra Zahidova qazandı o hədiyyəni Pumba Kids'dən və bizim ikinci Legal Turizmə. Legal Turizm şirkəti, məni tam ver, Legal Turizm şirkəti minnətdarlığımızı bildirir, ekranda nömrəni görürsünüz. Legal Turizm şirkəti tərəfindən dünyanın istənilən ölkəsinə səyahət əldə eləmək olar. Doğrudan da Legal Turizm şirkəti aviabiletlərin təşkilindən əlavə nəqliyyat, bir sözlə orada otellərin təşkili, gediş, gəliş, ümumiyyətlə turizma nə varsa ekranda gördüyünüz nömrəyə zəng vurmaqla Legal Turizm şirkətinə zəng vurursunuz və mənim adımdan müraciət eləsəz 30% endirim olunacaq və İstedad Festival yarışmasında final günü ikinci yerin qalibinə Legal Turizm şirkəti tərəfindən Gürcüstanın Tbilisi şəhərinə 4 günlük bəli, 4 günlük istirahət, turizm deyəndə Legal Turizm şirkətini alqışlamaq lazımdır. Sağ olsun bizim dostlarımız Legal Turizm şirkəti bütün kollektivə dərin minnətdarlığımızı bildirir və Emi parfümü ürəkdən alqışlayın, zəhmət olmasa. Hacı Murad qardaşım hər zaman bütün layihələrimdə mənimlə bərabər olur. Hər zaman mənimlə bərabər olur Hacı Murad qardaşım, Emi parfüm sağ olsun. Que tú tienes el traje de baño chiquitico te queda. Es blanquita con el sol y de una ya se pone morena. Nós é todo fim de semana. Round 1. Botaniela. Money pull up. Action, we are turn it up. Shot around the place and guess who are bring it up. Pull up. Hot. Yeah, we hot. Bad girl there, you my wine it up. Money pull up. Money pull up. Shot around the place and guess who are bring it up. Money pull up. Money pull up. Yeah, sorry. Would you hold it down and take it if I gave you a chance? Need the reassurance, baby, not a silly romance. Yes, I'm used to being disappointed, but Ladies and gentlemen,
Ayan Bayramzadə, Qızıl Yetdilikdə səni təbrik edirəm. Əyləş Ayan. Dueldə olanlar zəhmət olmasa gəlin. Dueldə olanlar 3 nəfər gələ bilməyib. Dueldə olanlardan Validə Bəşirova. Yox, 3 nəfər üzr istəyirəm. 1 nəfər gəlməyib. Amalya Məlikova gələ bilməyib. Ayxan Babazadə, Liliya Babazadə və İbadət Şirinli. 4 iştirakçıdan sonda 2 nəfər layihəni tərk eləyəcək, 2 nəfər növbəti mərhələyə keçəcək. Gələn həftə inşallah burada 18 iştirakçı ilə mübarizə davam edəcək. Ola bilər ikili duel olsun. Dueldə 2 nəfər olsun gələn həftə. Amma bugün 2 nəfər tərk eləyəcək. Bilinmir kim. Hal-hazırda günün liderləri və dueldə olanlara qızıl yetdilik hər iştirakçıya 4 nəfərdən tam sakit 2 nəfərə 4 nəfərdən 2 nəfərə 1 3 5 idi. Biri çıxardırıq. 3 5. 3 ulduz, 5 ulduz. Amma liderlik kürsüsündə əyləşənlər yenə 2 iştirakçıya. Nilay Səbrəliyeva 40-50, amma Aysu və Yusif 30 və 40 səs ulduz verə bilərlər. Hə, mikrofonu götürürsünüz. Əsra, qızıl pillədə olanlar, yetdilikdə olanlar. Əsra, Xədicə, Səma, Ayan, Nərgiz. Nərgiz, sən qızıl pillədəsən? Hə, qızıl yetdilikdədir, dəqiq. Hə, qızıl yetdilikdədir. Qızıl yetdilikdə olan Nərgiz Şıxverdiyeva da qızıl yetdilikdədir. 3 və 5. 2 iştirakçıya səs verə bilərsiniz. 4 iştirakçı dueldədir. Amalya Məlikova. Burada olmaya Amalya'da səs verə bilərsiniz. Hə? Baxmayaraq ki, Amalya burada deyil. Hə, yaxşı. Xədicə deyil, Amalya hansıdır? Hə, 3 və 5. 3 ulduz, 5 ulduz. Əsra Zahidova. Qalq ayağa zəhmət olmasa. 5 ulduz bizim. Birinci 3 ulduz kimə? 3 ulduz Amalya Məlikova. 3 ulduz Amalya Məlikovaya. Özü burada olmaya onun rəfiqələri ona. 3 ulduz Amalya Məlikovaya. 5 ulduz kimə? 5 ulduz bizim rəqqasımıza. Ayxan Babazadə. Ayxan Babazadəyə. Əyləş qızım. Hədicə Cabbarova. 3 ulduz kimə? 5 ulduz Yox, Ayxandır. 3 ulduz deyirəm qızım bax. 3 ulduz kimə? Amalya. 3 ulduz Amalya Məlikovaya. Aha. 5 ulduz. 5 ulduz da Ayxana. 5 ulduz Ayxan Babazadəyə. Səma Qasımzadə. 3 ulduz kimə? 3 ulduz Amalya. 3 ulduz Amalya. Sözləşmişsiniz deyəsən. 3 ulduz Amalya Məlikovaya. 5 ulduz. İbadət Şirinli. 5 ulduz İbadət Şirinliyə gəldi. Səma Qasımzadədən. Ayan Bayramzadə. 3 ulduz qızım kimə verirsən? İbadət Şirinli. 3 ulduz İbadət Şirinliyə. 5 ulduz Amalya. Amalya. 5 ulduz Amalya Məlikovaya. Nərgiz Şıxverdiyeva. 3 ulduz kimə? Amalya. Kimə? Amalya. 3 ulduz Amalya Məlikovaya. 5 ulduz Ayxan İbadət. Birinci, ikinci. Birinci. Ayxan Babazadəyə 5 ulduz. Aysu İsrafilova. Yaxınlaşın uşaqlar, yaxınlaşın. 20-30. 20 ulduz kimə? Ayxan. Ayxan Babazadəyə 20 ulduz, 30 ulduz. Liliya. Liliya 30 ulduz. Aha, Yusif Hüseynli. 20 ulduz kimə? İbadətə. İbadət. Ha? İbadət 20 ulduz, bəs 30 ulduz. Liliya Babazadəyə 30 ulduz bizim Yuskadan gəldi. Və Nilay Səbrəliyeva 40 və 50. Ən yüksək Nilay səndən gələcək. Birinci deyirsən 40 ulduzu, tələsmə. 40 ulduz Amalya, Ayxan, İbadət, Liliya. Kimə? 40 ulduz. Amalya. 40 ulduz Amalya Məlikovaya. Özü burada olmaya Amalya bu qədər ulduz səs qazandı. Və ən yüksək 50 ulduz. Ayxan. Ayxan Babazadə 50 ulduz. 50 ulduz
və məndən də 7500 ulduz gəlir Alisa Orucovaya. Görün bura. Bir yerdə deyirik. Bizi çək zəhmət olmasa. Dueldə olanlar. Alisa, dueldə olanlar, bax o tərəfə bir dənə kimlərdir? Ayxandır, İbadətdir, Liliyadır, bir də gəlməyən Amaliya Məlikovadır. Hal-hazırda xallar hesablamaqdan ötürü biz ora deməliyik stop. Dinən stop. Dinən stop. Stop. Dinən stop. De. Stop. Stop. Biraz möhkəm dinə. Stop. Görsən, mən deyirəm stop, amma Ali Sorzova deyir top. Top. Top deyir. Aha, stop verildi. Deməli, liderlərin və Qızıl Yeddiliyin verdiyi ulduz səslər Ayxan hesablanır. Hər biri onların ümumi, bu günə qədər olan gələn səslərin üzərinə gəlir. Dueldə olan Alisa, Ayxan, İbadət, Liliya və Amaliya Məlikova. Bu iştirakçılardan 2 iştirakçı diqqət ekrana deyəndən sonra tərk edəcək və təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, 2 iştirakçı tərk edir, 2 iştirakçı növbəti mərhələyə keçir. Ömər Qənizadə. Alisa, kimin burada qalmağını istəyirsən? Ged onun əlindən tut bir dənə, bir nəfər. Bu nədir Ayxan? Burada hamı səni çox istəyir. Bu nədir? Liliya, sən narahat olma. Mən də səni çox istəyirəm. Keç bura, ay Liliya, görək başımın bəlası. İbadət də yaxşı uşaqdır, Amaliya da. Alisa, sən bilirsən nəsə. Getdin ən çox xal kimə verilib, onu seçdin. Onu istəyirsən qalib olsun. Alisa da onu istəyir. Amma Alisa, biz burada o qərarı vermirik. Mən də o qərarı vermirəm. Heç kim burada qərarı izləyicilər verir. İzləyicilər verir, kimin səsi çox olarsa. Ona görə qızlar, bizi çəkirsiniz qızlarla. Bax bu qızlar. Evet, biz. Evet. Əhəd, sən də bizə qoşula bilərsən. Mən elə qorxuluyam, Dünay Bismillah. Ayda bizim şeydir. Tam sakit, bizi çəkirsən yaxın plandan. Əhəd, sən heç durma ya ayağa, belə qavalı qucaqla otur səhərə qədər. Gəlin bura, İbadət, Ayxan Babazadə. Liliya Babazadə və Amaliya Məlikova 4 iştirakçıdan biz hamımız bərabər diqqət ekrana deyəndən sonra 2 iştirakçının adı ekrana çıxacaq. Amma biz bilmirik o kimdir. Diqqət!